Həsən Səbbah 11-12-ci əsrlərdə yaşamış, fədai gizli şiə döyüşçülər hərəkatının banisidir. Bu hərəkat çox qüdrətli düşmənlərin müqabilində dərin inanc və dəmir iradə ilə hərəkət edirdi. Onlar sırf adi hərbiçilər deyildi, əksinə kəşfiyyat və psixoloji savaşda usta idilər. Assasinlər kimi bizə tanıtdırılan şəxslər bu hərəkatın məskəni olan Alamut qalasında ideallarını, elmlərini və cəsarətlərini dirçətmişdilər. Həsən Səbbahın gücü sadəcə silahda yox, fikirdə, inamda idi. O, azadlıq, ədalət və din uğrunda mübarizə aparan, amma ənənəvi üsullarla yox, yenilikçi taktikalara üstünlük verən bir dahi idi. Ən maraqlısı budur ki, assasinlər çağdaş döyüşçülərdən fərqli olaraq sirlər və kəşfiyyat simvolu kimi tarixdə yer almışdır. Assasinlərə qarşı ən çox yayılan yalanlardan biri budur ki, onlar xaş-xaş çəkərək öz döyüşçülərini idarə edirmişlər. Bu fikir əsassızdır və tarixi sənədlərlə təkzib olunur. Həsən Səbbah və onun liderliyi altında olan assasinlər dərin dini və mənəvi təlimlər almış, ağıllı və intizamlı döyüşçülər idi. Onların məqsədi siyasi və dini azadlıq idi və bu məqsədə çatmaq üçün həqiqi inanc və sədaqət əsas götürülürdü. Xaş-xaş istifadəsi ilə bağlı iddialar isə düşmənlərin onları ləkələmək üçün uydurduğu iftiralar idi. Əslində, assasinlərin gücü onların zəka, strateji düşüncə və ruhani bağlılığında idi. Maddi asılılıq və zəhərli vərdişlərdə deyil. Yəni, xaş-xaş yalanı sadəcə düşmənlərin assasinlərə qarşı qorxu və nifrətini artırmaq üçün yaydığı yanlış bir mifdir. Tarixə baxanda assasinlər bir daha göstərir ki, güc sadəcə silahda deyil, düşüncə və iradədədir.